Quran-ı Kərimdə bizə bu mövzu haqqında bizə çoxlu ayələr göndəribdir. Və biz Quran-ı Kərimə nəzər salsaq, təkəbbür sifəti deyir, yeganə sifətdir ki, ilk dəfə şeytan lənətullah əleyh bu sifəti Allah Mütəala müqabilində nədir? Tətbiq elədi də. O ki, Allah Mütəala Bəqərə 34-də buyurur ki, və iz qulna lil mələikəti, biz o zaman dedik ki, mələklərimiz uscudu li Adəmə, səzdi li Adəmə. Ayın davamında buyurur ki, fəscudu. Bütün mələklər səzdə etdilər. Kimdən başqa? İllə iblisə əbə və istəkbərə və kənə minəl kəfir və yaxud və kənə minəl müşrikin. 2 ayrı mövcuddur. Allah əmr edir ki, bütün mələklərdən ki, mənim mələklərim, mən bir insan xəlq eləmişəm Adəm formasında, Adəmə səzdə eləyin. Aya buyurur ki, hamı səzdə elədilər, iblisdən başqa. İblis təkəbbürü elədi və həmçinin kafirlərdən oldu. İblis nə dedi? İblis də həmin bu Peyğəmbərin bu tərifini dedi, mənası budur da. Təkəbbür bu idi ki, insan özünü üstün tuta, başqasını kiçik hesab eləyər. Allah buyurdu ki, səzdə elə Adəmə, bütün məqsəd səzdə iblisdən başqa. İblis nə dedi? Allah, xələqtəni minən nar, Allah, məni yaratmışsan oddan, xələqtuhu minəttin, onu yaratmışsan torpaqdan. Od torpaqdan üstün olduğu üçün Allah, mən niyə ona ibadət eləməliyəm, səzdə eləməliyəm? Buradan bakıya düşülür ki, ilk bu sifətə sahib olan kim oldu? Şeytan oldu. Yəni bir insan bilməlidir ki, Allah eləməsin, kimsə dünyada bu pis əxlaqa sahib olarsa, bu günaha mürtəkib olarsa, bilsin ki, şeytanın Allah müqabilində etdiyi ilk əmrdən xaric olmasına şərik olur.